7 Özbəkistan filminə çəkilən Azərbaycanlı aktyorun kim olduğunu bilirsiniz. Gəlin onu yada salaq. Bu nə dərddir, bu nə yara, tapılmır bu dərdə çara. Çarəsiz dağlarım yeri, naləsiz dağlarım yeri, yeri hey yeri dağlarım mənim. Azərbaycanda çəkildiyi ilk film Liftçi qız olub. Daha sonra isə özbək film, tacik film, türkmən film, Mosfilm kinostudiyalarının filmlərinə çəkilib. Hətta Almaniyanın Defe Film kinostudiyasının çəkdiyi Sonya Raport verir 2 hissəli bədii filmində mayor Andrey rolunu ifa edib. Çəkilişləri Bakıda olan və 1973-cü ildə Çildə baş verən hərbi xuntadan bəhs edən Çildə gecə filmində də oynayıb. Xarici filmlərlə yanaşı yerli filmlərimizdə də onu görə bilərik. Ad günü, Axırıncı aşırım, Dədə Qorqud həmin filmlərdən bəziləridir. Hazırda 87 yaşı olan Tariyel Qasımova uzun ömür, can sağlığı arzu edirik. Bu arada əvvəldə gördüyünüz kadrların hansı filmə aid olduğunu bildinizsə, rəydə yazın.